Salam, bugün daha bir paketleme videosuyla qarşınızdayım. İlk öncə etiketimizi və kiçik bir not qoyuram paketimizin. Daha sonra oyuncağımızı yerləşdiririk və paketimizi bağlayırıq. Burada paketi ürəyimizə bağlaya bilmirəm. Dəfələrlə açıram və yenidən bağlamaqda ürəyim istəyən kimi bağlaya bilirəm. Və kraftımızı hazırlamışıq, oyuncağı qoyam içinə. Sonra sonunda yadıma düşür ki, yeni aldığım stikerlərdən yapışdırmamışam. Və təşəkkür stikerimizi də yapışdırırıq, kraftımıza qoyuruq və keçirik kraftımızı da bağlamağa. Mən belə bağlamağı sevirəm. Mənə görə daha şirin görsəlir. Ümid edirəm, siz də belə bağlamanı sevirsiniz. Və daha sonra qırmızı lent yapışdırıram. Mən lent yapışdırmağa üstünlük verirəm, belə daha səliqəli görsənir fikrimcə. Və budur, hədiyyə paketimiz hazırdır. Bəs siz nə düşünürsünüz?